Ən sevdiyiniz tərəvəz hansıdır? Həyətimdə yığdığım pomidor xiyarı bu günləri motorun suyu ilə qəşəngcə yudu. Qızlar, tərəvəzi yuduqca bilirsiniz ağlıma nə gəldi? Ondan qabaq biz gedərdik kəndə, əlimizə vedrəni verərdilər, bizi bulağa göndərərdilər. Bizlər də təbii ki, bulağa getmək istəmirdik, çünki yaşımız az idi. Bulağa da gedəndə isə bulaqda ilişib qalırdıq, söhbət eləyirdik. Ürəyim gedir də vedrəni bulağın altında yuyursana o səsdən sonra. Mən burada pomidor xiyarı yuyanda o qabın içindəki su səsi onu xatırlatdı mənə. Və bu hissləri yaşamayan qızlarım inanın ki, o qədər şey itirmisiniz ki. Və bir çox qızları isə bulağın başında bəyənirdilər. Bulağın başına gələndə isə o qədər gözəl geyinib, keçinib gəlirdilər ki, bəzənirdilər, duxu vururdular ki. Sən deyirlər, kətdə yaşayırsan, kətçisən, filan bəsməcan. İnanın ki, kətdə yaşayanlar bizdən qəşəng yaşayır. Kətdə yaşayanın evində tərəvəzdən tutmuş bütün hər bir məhsullar və hətta təbii su ilə belə qidalanırlar. Bəzi insanlara da qıraqdan mesaj yazmaq qalır. Mənim qohumlarım orada olub deyə inanın ki, kəndin atmosferi tamam başqa bir hissə. İnanıram ki, bir çox qızlarım bulaq başında olublar. Kimlər bulaqdan su gətirib, bulağın suyundan içib. Bəlkə yığılışaq bir gün bulaq başına gedək qızlar. Nə deyirsiniz? Qoy bunu aparım, qoyum.